Salam qızlarım, çoxdan da belə videolar çəkmirdim, amma yeni feni göstərdikdən sonra Direct'da 186 ay şansını bir qoyub mesaj gəlir ki, Lara xanım bunu istəyirik, əyanə olaraq sınayıb bizə göstərəsiniz. Ona görə də indi saçlarımı yaş edib geri dönüş edəcəm və sizlərə bütün başlıqları göstərərək saçımı düzəltməyə çalışacağım. Fenimin adı Air Globe'dur. İçində müxtəlif başlıqları var. Çalışmağını çox bəyənirəm. Qutunun içərisində belə bir çantası var. Özününki rahatdır, özünüzlə hara istəsəniz apara bilərsiniz. Mən hətta maşına atıram, fitnessdən, pilatesdən çıxdıqda, baseyndən çıxdıqda saçlarımı şəkilləndirirəm. Rahatca asa bilirsiniz. Çoxlu başlıqlar var. Bundan başqa sizə göstərəcəm. İçində hətta saçları sabitləmək üçün belə krabiklər var. İndi sizə fenin özünü göstərəcəm. Fenin birinci qurutma başlığından istifadə edəcəm. Ən bəyəndiyim bu fende xüsusiyyət nə oldu ki, bu başlığı belə gözəl ayarlaya bilirik. Baxın, qaldırdım, belə etdim. Bu vurmaq üçün, qurulamaq üçün çox asandır. Qurulama başlığını taxdım, əla sabitləyir, heç bir halda düşmür, qırılmır. Və indi səs gələcək, təbii ki, məni eşitməyəcəksiniz. Burada dərəcəni göstərən ekran var. Çox əladır bu. Mən qurulayarkən dərəcəni 90 dərəcə edirəm, yaxşı qurusun və qurulama sürəti 3 sürətdə var, ən axırıncı sürətə qoyuram. Saçlarımı quruladım, keçirəm növbəti etapa. 2 başlığım var belə, saçları daramaq üçün olan başlıq və həcm verən başlıq. Saçımın önünü həcm verən başlıqla darayacağım. Artıq bu başlığı çıxardıram. Çıxıyorum. Və artıq bunu dikətməyə lazım olacaq mənə, saçlarımı fenləmək üçün. Belə düz dikətlədirəm və saçımın ön hissəsini fenləyəcəm. Yenə də sabitlədim, çox əla sabitlənir, süperdir. Saçımın önünü fenləyəcəm. Burada artıq mən dərəcəni biraz azaldıram. 70 dərəcə mənə elə gəlir, bəs eləyəcək. Saçımın ön hissəsi hazırdır. Keçirəm bütün saçımı fenləməyə. Videonun əvvəlində dedim ki 3 dərəcəsi var, amma qızlar 4 dərəcəsi var. 39, 50, 70, 90. 70-dən davam edirəm. Deməli qızlar, saçlarımı düzləşdirdim. Mənə bu qədər düzləşdirmə qanidir, çünki indi buracam. Saçlarımın parıltısı kamerada görsənir. Bəli. Saçlarım gözəl parıldayır. Bəzi fenlər var ki, onlar saçı çox quru və parıltısız edir, amma bu fəndə bu yoxdur. Və belə bir başlıq var. Bu başlıq, əgər saçlarınız elektrikləşirsə, belə kiçik baby saçlar çıxırsa, bu o elektrikləşməni yatırtmaq üçündür. Mənə elə gəlir ki, bir çox fenlərdə bu yoxdur. Ona görə saçlarınız fenlədikdən sonra elektrikləşir. İndi bunu da sınavdan keçirim. Halbuki mənə lazım deyil. Vurmağa keçirəm, vuracam saçlarımı. Ondan əvvəl isə təbii ki fenin içərisində əlcək də var. Əliniz istidirsə, yandırırsa onu tətbiq edəsən, amma mənə lazım deyil. Belə görürsünüz krabiklər var, çox rahatdır. Onunla saçımın bir tərəfini yığacam və digər tərəflərini vurmağa başlayacağım. Və başlayıram başlıqlarla vurmağa. 2 ədəd başlıq nəyə görədir? Çünki biri sola tərəf, biri sağa tərəf. Mən burada nə edə bilərəm? Baxın qızlar, həm belə də istifadə edə bilərəm. Kimə belə rahatdırsa belə istifadə eləsin. Kim məsələn əli öyrəşməyibsə, görün belə necə rahatdır. Başlayayım bütün saçımı eləməyə. Təbii ki, mən belə buruqlar saxlamayacağım və onları iri dişli bir daraqla darayıram. Çünki mənə belə dalğalar lazımdır. Mənə bu dalğalar kifayətdir, amma onu bir neçə formaya verə bilərəm. Tutaq ki, yandan ayıra bilərəm. Necə oldu? Hə, Aytac oradan deyir ki, biraz bijutseriyalarını və s. də tax, hazırlaşıb çıxmalıyıq. Məncə əla oldu, çox bəyəndim. Parıltısı da yerindədir. Quruluq yoxdur, yumuşaqdır saçlarım. Hər bir şey mənə qanidir və biz bütün bu prosedura 15 dəqiqə vaxt sərf elədik. Sadəcə 15 dəqiqəlik bir vaxt videoda çox uzun olacaq deyə biz onu kiçildəcəyik sizin üçün.
Qeyd etdiyim kimi siz istərsəniz saçlarınızı yana doğru daraya bilərsiniz, istəyirsiniz buruqları açmaya bilərsiniz. Mən açıram belə, çünki sevirəm dalğaları təbii. Yandan da ayıra bilərsiniz, ortadan da istədiyiniz kimi şəkilləndirə bilərsiniz saçınızı və uzun müddətdə qalır belə qalıcılığı. Ümid edirəm sizin üçün faydalı oldu. Fen haqqında bütün məlumatı komment bölümündə qeyd edəcəm.